Ekranda gördüyünüz sual tipləri çevrə üzrə bərabər sürətli hərəkətdə qəbul imtahanına çox düşən sual tipindəndir. Gəlin suallara baxaq. Şərtdə deyilir ki, disklər mərkəzlərindən keçən ox ətrafında fırlanır. 1, 2 və 3 nöqtələrinin xətti sürətləri arasında hansı münasibət doğrudur? Xətti sürətləri müqayisə etməyimizi istəyir. Fikir versəz, 2 nöqtəsinin aid olduğu bax bu çevrə ilə 3 nöqtəsinin aid olduğu çevrə qayışla əlaqələndirilmişdir. Biz bilirik ki, qayışla ötürmədə xətti sürətlər bir-birinə bərabərdir. Yəni burada V2 bərabər olacaq V3-ə. Amma bir nöqtəsinin aid olduğu bax bu çevrə ilə 2 nöqtəsinin aid olduğu bu çevrə mərkəzindən keçən ox ətrafında fırlanan diskə aiddir. Bu zaman burada biz bilirdik ki, TT, NN və omega sabitdir. Xətti sürətin elə düsturunu verməliyik ki, bu sabit olan kəmiyyətlərdən biri iştirak etməlidir. Mən də omega ilə olan düsturu verəcəyəm. Hansı ki, biz bilirik ki, V bərabərdir omega R-dir. Buradan aydındır ki, V R-lə düz asıdır. İndi baxın görək, 2 nöqtəsinin aid olduğu çevrənin radiusu daha çoxdur, yoxsa bir nöqtəsinin aid olduğu çevrənin radiusu? Əlbəttə ki, 2 nöqtəsinin aid olduğu çevrənin radiusu daha çoxdur. R2 böyükdür R1-dən. V də R ilə düz asılı olduğundan eyni ilə V2 də böyük olacaq V1-dən. Yəni burada V2 bərabər olacaq V3-ə və böyük olacaq V1-dən. 2 3-ə bərabərdir. Onlar da böyükdür V1-dən. C bəndi doğru cavabdır. İkincidə artıq mərkəzə qaçma təcirlərini müqayisə etməyimizi istəyir. Artıq burada 3 nöqtəsinin aid olduğu gördüyümüz bu çevrə ilə 2 nöqtəsinin aid olduğu çevrə qayışla əlaqələndirilir. Deməli, burada V2 bərabərdir V3-ə. Yəni V konstantdır. A-nın V olan düsturunu verəcəm. A bərabərdir V kvadrat bölü R. Gördüyümüz kimi A R ilə necə asılıdır? Tərs asılıdır. 3-ün radiusu çoxdur, yoxsa 2 nöqtəsinin aid olduğu çevrənin radiusu? Əlbəttə ki, R2 böyükdür R3-dən. R ilə tərs asılı olduğundan A. Artıq burada A3 böyük olacaq A2-dən. Fikir verin, 1 və 2 nöqtəsinin aid olduğu çevrələr mərkəzindən keçən ox ətrafında fırlanan diskə aiddir. Burada qeyd etdiyimiz kimi omega ilə olan düsturu verəcəm. A-nın artıq A bərabərdir omega kvadratı R-dir. Gördüyümüz kimi A R-lə düz asılıdır. Artıq burada R2 böyükdür R1 olduğundan A2 də böyük olacaq A1-dən. Deməli, aldım ki, A2 böyükdür A1 və A3 də hamısından böyük olacaq. A3 böyükdür A2-dən və ən kiçik A1 oldu. Baxın, Y bəndi doğru cavabdır.